Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdı. Aprel ayının 22-sində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə Sərhəd Dəstəsinin xidmət ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınmışdı. Sərhəd zastavası dərhal silaha komandası ilə qaldırılaraq xidmət ərazi qapadılmış və sərhəd axtarış həyata keçirilmişdi. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 54 BK650 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobillə həmin istiqamətdə hərəkət edən Masallı rayon sakinləri 1996-cı il təvəllüdlü Mehrəliyev Namiq Hamiloğlu, 1993-cü il təvəllüdlü Babayev Peyman Əhməd və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavadov Məhəmməd Rəşidoğlu şübhəli şəxs qismində saxlanılmışdı. Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kq 865 qram narkotik vasitəni götürmək məqsədi ilə əraziyə gəldikləri müəyyən olunmuşdu. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.